Mən Mehdiyev Elman Şahmaroğlu, Kristal Bakı tikinti şirkəti mən şikayətçiyəm. Ərizə ilə Milli Bakı internet televiziyasına müraciət etmişəm ki, bizə qarşı olan haqsızlığı işıqlandırın. Deməli, 2025-ci ilin oktyabrın 24-də Yasamal rayon Qanlıgöl qəsəbəsində bizə məxsus yoldaşımın adına olan 166.87 kvadrat olan yaşayış tipli mənzilimizi bizə heç bir məlumat vermədən, bizim iştirakımız olmadan, məhkəmə qərarı olmadan hüquq mühafizə orqanlarının, dövlət qurumlarını alladaraq onlara yalandan məlumat vermiş və onları da tikinti yerinə, bizim evin sökülməsinə də iştirak etməklərinə dəvət etmişdir. Fövqəladə Hallar Nazirinin əməkdaşı olub, təcili yardım olub, JEK-dən olub, polis olub, dəvət edib, onlara yalandan məlumat verib ki, məhkəmənin qərarı var, gəlin iştirak edin. Ağır texnikalarla, traktorla bizim evi yerlə yeskan ediblər, heç bir əşya çıxarda bilməmişik, bizim evdə olmamağımızdan istifadə edərək, bizim bəzi ev əşyalarını çölə töküblər, bəziləri də evin uçan hissəsində qalmışdır. Hələ üstəlik də bizim evimizi qanunsuz uçurmaqlarına baxmayaraq bizi də məhkəməyə veriblər. Ölkə başçısından, cənab prezidentdən kömək istəyirik. Bizim ailə üzvü 5 nəfərdən ibarətdir. Evimizin balaca olması və ailənin yerləşməməsini nəzərə alaraq bizə köməklik göstərməyini Ali Baş Komandandan xahiş edirik. Şirkət tərəfdən sizə müəyyən təzminat ödənməsini təklif olunmuşdur və siz də imtina edəmişsiniz. Bununla bağlı nə deyərdiniz? Şirkət tərəfindən bizə heç bir təzminat ya evimizin kvadraturasına uyğun kvadratura ya nağdı pul vəsaiti təklif olunmamışdır. Lakin təxminən 2022-ci ilin yanvar-fevral aylarında biz şirkətə yaxınlaşdıq ki, evimizin plana düşməsi ilə əlaqədar qarşılıqlı razılaşmaq üçün. Onlar bizə dedilər ki, siz 4-cü layihəsiz, gedin gözləyin. Biz dedik, bəs bizlə razılaşmamışsınız, eləməmişsiniz, buranı bəs necə almışsınız, necə gəlib bura düşmüşsünüz? Bizə Bakı şəhər merinin imzası ilə olan məktubu göstərdi ki, biz buranı almışıq. Siz gözləyin, sizin kvadratınız 166.87-dir. Ona uyğun 20% üstündə əlavə ev veriləcək, təmirli, sizə kiraya çıxarılarsınız. Biz 5 il gözlədik, 5 il. Bunlar şirkət Bakı Kristal verdiyi sözə əməl etmədi. Bizim evdə olmamağımızdan istifadə edərək bizim evimizi uçurtdular. Və bizə təklif sualına qalanda bizə 50.000 pul təklif eləmişdilər ki, gəlin ofisə 50.000 pul verək. Biz də o 50.000-dən özləri qəsdən bilərəkdən az demişdilər ki, biz onsa atqaz eləyək. Bunlar da bizi versinlər məhkəməyə, bizi ümumiyyətlə məhrum eləsinlər evdən. Ona görə biz aidiyyatı qurumlardan xahiş edirik ki, bu işdə bizə yardımcı olsunlar, kömək eləsinlər. Bugün də
Yasamal rayon məhkəməsində araşdırma gedirdi. Məhkəmə baş tutdu. Hörmətli hakim sənədlərin lazımı səviyyədə təqdim olunmamasını əsas gətirərək məhkəməni təxirə saldı və yaxın vaxtlarda məhkəmənin keçiriləcək və ədalətli qərar veriləcəyinə dair fikir söylədi. Sizə dəymiş ziyan nə qədər olub təxminən? Nə qədər civarında olub? Təxminən bizə pulla götürsək, kvadratla götürsək, mənzillə bizə 200 kvadrat mənzil verməlidir. 2 dənə 3 otaqlı 100 kvadrat olmaq şərti ilə 200 kvadrat ev verməlidir. 200 kvadrat evi də bugünkü bazar qiymətinə vurmaqla həmən ziyanı bilmək olar. Təxminən nə qədər civarında ola bilər ki, sizə ödənməlidir? Təxminən bugünkü bazar qiyməti ilə 200 kvadratın 450-500 min arası. Bizə məlumat var ki, Hesablama Palatası, məhkəmə tərəfindən Hesablama Palatası gəlib və orada qiymətləndirmə, ərazidə qiymətləndirmə aparıb. Qiymətləndirmə hansı tərəfdən yönəlib və necə hesablanıb qiymətləndirmə? Deməli, tikinti şirkəti Kristal Bakı özləri dəvət eləyiblər o qiymətləndirmə ekspertizasını, o biədəb çıxmasın. Özləri çalıb, özləri oynayıblar. Bizim iştirakımız olmur. Hansısa bir dövlət qurumunun iştirakçısı olmadan həmən qiymətləndirmə ekspertizası 35 min qiymət eləyib. Bugünkü gündə Yasamal qəbirstanlığında 35 minə ölü yeri tapa bilmirsən. Və necə olur? Mənzili 35 min qiymətləndirir. Bizə əsas gətirirlər ki, sənətüz qaydasında deyil, sənətüz yoxdur. Hamımız Sovetlər dönəmindən qalan insanlar, əksəriyyətimiz. Bizim 1985-ci ildə Sovet hökumət dövründə verilmiş sənətimiz var. Biz o sənəti də Müşkünaz xanım orada yaşayırdı. Həyətindən 4 çox torpaq bizə notarius qaydası ilə satdı. Həmən sənətə etibar edib, inanıb biz o yeri aldıq və ev tikdik. Həmən sənətlə Müşkünaz xanıma bir dənə 3 otaqlı, bir dənə 2 otaqlı 30 minə qədər pul veriblər. Orada Elbrus var idi, qonşumuz, zil şoförü. Ona 2 dənə 80 kvadratlıq 3 otaqlı veriblər. 160 eləyir də, səhv bilmirəmsə. 160 kvadrat ev veriblər. 2 dənə orta hesabının 80 kvadratlıq. Sonra Şahin var idi orada. Ona veriblər 47 kvadrat mı. Sonra Salih müəllim var idi. Ona 2 otaqlı verdilər. 1 otaqlı verdilər. Bir dənə də qaraj verdilər. Bir qədər də kompensasiya ödədilər pul. Daha o summanı deyə bilmərəm. Aşağıda Səfiyar kişi var idi. Ona verdilər. Sonra demək olar ki, orada yaşayanların 85%-na ev verdilər. Və bəziləri maddi vəziyyətinin çətin olmasından əlaqədar evlərini satdılar. 2 ev almışdı, birini satdı, birini saxladı. 3 ev almışdı, birini satdı, birini saxladı. Amma ümumiyyətlə bizə ev təklif eləmiblər. Əvvəl onlar ora düşəndə hələ özlərinə yer eləməmişdilər, onda təklif eləyirdilər ki, çatanda verəcək, çatanda verəcək. O boyda adamlar Fikrət müəllim,
Məhayət müəllim bizi aldatdılar, 5 il gözlətdirdilər. 5 il bundan qabaq bizə desəydilər ki, sizə biz ev verməyəcəyik, siz gedin başınıza çarə qırın, biz də işimizi bilərdik. Bizi 5 il, 6 il gözlətdirib, bizi bu vəziyyətdə töküblər küçüyə. Bizə müraciətinizdən sonra siz bizə bildiriblər ki, sizə təxminən 50.000 manat təklif olunub və siz ondan imtina eləmişsiniz. Buna bir münasibətinizi bildirərsiniz. Bizə şifayı telefondan telefona, nə bilim, qonşudan qonşuya ötürməklə 50.000 pul. Biz 50.000-dən bugünkü gündə neyə bilərik? 4 ailə üzvümüz var. Biz onlardan əlavə nəsə istəmirik ki, biz haqq ədalətlə öz kvadraturamıza uyğun evimizi istəyirik. Biz bütün proseslərin hamısını izləmişik, qonşulardan soruşmuşuq. Hamısı deyib ki, bizə ev veriblər, amma tapşırıblar ki, bir adama da olsun demirsiniz, desiniz, sizin müqavilənizü ləğv eləyəcək. Əksəriyyəti qorxusundan demir. Biz indi bugünə qədər gözləmişik ki, bizim evimizi gəlib öz başına sökələr. Onlar orada pul qazanırlar. Var dövlət yığırlar, biz burada əsəb keçirdirik. Mən o xəbəri eşidəndə mən təziyim qalxdı, gözümün birinə qan sızdı, mən xəstə adamam, ürəyimdə stent var, mən yıxılıb ölsəydim, buna cavab deyilik, kim daşıyacaqdı? Biz dövlət qurumunda işləmişik, əziyyət çəkmişik ki, beləncə insanlar gəlsin bizim başımıza oynatsın. O yerləri xalqımızın ümumi milli lideri, dahi şəxsiyyət, əbədi prezidentimiz Heydər Əliyev cənabları əhaliyə 69-70-ci illərdə vermişdi. Heydər Əliyevin verdiyi və göstərişi ilə ayrılan sahə elə özü dokumentdir, özü sənəddir. Buna baxmayaraq, amma bizim əlimizdə yenə də 85-ci ilin sənəti var. Orada ümumiyyətlə o tərəflərdə birinci layihədə olan evlərin əksəriyyətinin sənəti yox idi. Və niyə onları köçürtdünüz? Əgər belə kütləvi köçürtmə etsə, hamımızın evin çürüyüb tökəydiniz o qanlı gölə, heç kimə ev verməyirdiniz. Gedib qəbirstanlığın içində ev tikirlər, hələ bir gəlib cəmiyyətə də problem yaradırlar. Onların itirəcəyi heç nə bir şey yoxdur. Əlavə olaraq dövlət qurumlarına, məhkəmələrə, hüquq mühafizə orqanlarına iş açırlar. Dövlət qurumları, hüquq mühafizə orqanları, prokurorluq, məhkəmələr elə qərar qəbul eləyərlər ki, onların 7 qatından keçər şirkətin. Deyə cəmiyyətin 200 kvadrat evi var, ged 250 kvadrat ev verginə. Onda onlar işlərin bilərlər, əlavə iş yaratmazlar. Oturublar burada 2 vərəq eyni şeyi təkrarlaya ərzə verirlər məhkəməyə. Hüquqşünassa oradadır, 2 dəqiqədən bir jurnalisti də təzyiq göstərir. Get baş çək. Rus demişdən, saldat spit slujba ediyor. Onların nə vecinədir? İşləri gedir, evləri tikilir, pul qazanırlar. Əziyyət çəkən yenə də biz dinç sakinlər oluruq. Xahiş eləyirəm vitse-prezident Mehriban xanımla bu işə öz nəzarətinizə götürüb araşdırılmasına göstəriş verəsiniz. Biz sakinləri narazı salan özəl şirkətlərin rəhbərliyi qanun qarşısında cavab versin. Soruşulsun ki, bunların təhsili nədir, əvvəl nə işlə məşğul olub, harada durub, haradan gəlib, bir maraqlansın.
Hərəsi gəlib birinin şeylə, xətti ilə oturub orada bizim başımıza oynaşır. Niyə görə belə olmalıdır? Son olaraq hansı aidiyyatı qurumlardan köməklik gözləyirsiniz və istəkləriniz nədir? Biz dövlətimizə güvənirik. Dövlətimizin keşiyində durmuşuq, duracaq. Bundan sonra da əskəri olacaq. Dövlətimizdən kömək istəyirik. Cənab Prezidentdən, Ali Baş Komandandan kömək istəyirik. Birinci xanımdan kömək istəyirik. Vitse-prezidentdən, Mehriban xanımdan, hüquq mühafizə orqanlarından kömək istəyirik. İnanırıq ki, dövlətimiz bizim bu səsimizə səs verəcək, bizim əzilməyimizin qarşısını alacaq. Biz tikinti şirkətindən ilk növbədə tələbimiz evimizin bərpa olunmasıdır. Əgər evimizin bərpası mümkün deyilsə, evimizin kvadraturasına uyğun mənzillə təmin olunmasını, köməklik göstərməyini Cənab Prezidentdən, Müzəffər Ali Baş Komandandan kömək istəyirik. Sağ olun. Biz də Bakı Milli Televiziyası olaraq heç bir hədə-qorxuya uymamaq şərti ilə vətəndaşın probleminin həllində böyük rollar göstərəcək və sağ olun, hər birinizə diqqətli olun, mövzuya bir daha qayıdacaq. Qarşı tərəfində mövqeyi dinlənməyə hazırım. Sağ olun, salamat qalın. Təxminən 2020-ci ilin may ayında Kristal Bakının nümayəndələri Yasamal rayon mənzil istismar sahəsinin işçiləri ilə bir yerdə bizim evə yaxınlaşdılar və bizim yaşadığımız ərazinin plana düşməyini bildirdilər. Söylədilər ki, sizin evin kvadraturasını ölçməliyik. Bizim evimizin kvadraturasını ölçdülər. 166.87 kvadrat müəyyən olundu. Düzdür, imkanımıza uyğun evi təmir elətdirmişdik və həmən Kristal Bakının nümayəndəsinə bildirdik ki, əlavə təmirə ehtiyac var. Elnur müəllim bildirdi ki, Kristal Bakının işçisi, təmirə ehtiyac yoxdur. Elə bu qaydada sizin evinizin kvadraturasına uyğun 20% əlavə olunaraq mənzillə təmin olunasınız və mənziliniz tikilən ərəfədə kiraya çıxardılasınız. Biz də bunlara inandıq və təxminən bir 4 nüsxədən ibarət akt tərtib elədilər. Aktın bir nüsxəsi də bizdədir. Aktı götürdülər və özləri ilə getdilər. Bildirdilər ki, əlavə kvadratura artırmayın. Biz də əlavə kvadratura artırmamasından söz verdik və qol çəkdik. Buna səbəb göstərdilər ki, kvadraturunun artırılmaması ilə bağlı. Həmən aktı Qanlıgöldə yaşayan sakinlərin evlərinin aktlarını toplayıb tender komissiyasına təqdim etdilər və tender komissiyasında qalib elan edildilər. Və tender komissiyasının sədri Kristal Bakının tenderdə iştirak edən rəhbərliyinə bildirdi ki, bu aktda göstərilən kvadraturanı orada yaşayan sakinləri ayrı seçkilik salmadan hamını razı yola salmalısınız. Kristal Bakının rəhbərliyi də öz üzərinə öhdəlik götürdü və tender komissiyasının yığıncağında söz verdi ki,
aktda göstərilən kvadratura sakinlərin özlərinə veriləcək. Lakin verdiyi sözə əməl etməyərək qabaqcadan düşünülmüş şəkildə biz və bir neçə qonşumuzu bizi necə incidirlərsə o qaydada da onları da incidirlər. Ümumiyyətlə həm ev tikib pul qazanırlar, həm də cəmaata beləncə hədə qorxu, zorba gəlməklə pul qazanırlar.